Salam aleyküm, hər vaxtınız xeyir olsun. Ucar rayon Könüllü İsmail Azad Təşkilatının sədri olaraq bugün 16 aprel 2025-ci tarixində Ucar rayon Koroğlu küçəsinin çəkiliş aparıram. Deməli, aramsız yağan yağışların nəticəsində gördüyünüz kimi su, yağış suları insanların həyətinə dolubdur. Bu da Ucar rayonunda kanalizasiya sisteminin çox bərbad vəziyyətdə olması ilə əlaqədardır. Yəni, hər şey göz qabağındadır. İnsanların həyəti, insanların evləri hal-hazırda su altında qalıbdır. Vətəndaşlar da gördüyünüz kimi haqlı olaraq narazılıqlarını bildirirlər ki, yəni həqiqətən də çox bərbad vəziyyət yaranıbdır. Düzdür, hal-hazırda həmin bu küçədə iş gedir. Azərbaycan Dövlət Su Ehtiyat Agentliyi tərəfindən, Ucar rayonu Kommunal Müəssisələr Kombinatı tərəfindən və şəhər nümayəndəliyi də ərazidədir. Deməli, problemin həll olmağından ötürü öz köməkliklərini göstərirlər. Amma hal-hazırdakı yəni vəziyyət gördüyünüz kimi bax, həqiqətən də evlər suyun içində qalıbdır. Ümid edirik ki, tez bir zamanda inşallah problem öz həllini tapmış olar. Deməli, gördüyünüz kimi bax, bu küçədə də bərbad vəziyyətdədir. Baxın, insanlar hansı vəziyyətdə, baxın, əziyyət çəkirlər. Baxın, görün nə vəziyyətdədir. Koroğlu küçəsində gördüyünüz kimi su hara kimi qalxıbdır. Yəni, bura girmək mümkündür. Baxın, görün nə vəziyyətdir. Həqiqətən də biabırçılıqdır. Vaqif küçəsində bir sakinin həyətindəyəm. Həyətə yəni maşınla daxil olmuşuq. Belə həyətə piyada girib çıxmaq mümkündür. Gördüyünüz kimi həyət su altındadır. Burada baxın diqqətlə. Ucar rayonunda kanalizasiya sisteminin bərbad vəziyyətdə olması bax, gətirib belə vəziyyətə çıxardıbdır. Bura da girib su. Vay, işıq yanır. Bax, gördüyünüz kimi ev su altındadır hal-hazırda. Baxın, ev su altındadır. Həqiqətən də çox bərbad vəziyyətdir. Oy Allah, bu nə da? Baxın, bax. Sakindir, vətəndaşdır. Zülümlə, zillətlə əziyyət çəkib, evin eşiğini düzəltdirir, remont elətdirir. Bax, indi bura qaranlıqdır, burada görə bilmirsiniz. Ev suyun içindədir. Zülümlə, zillətlə əziyyət çəkib, iş gördürüb, evini düzəltdiribdir. Bax, bu da evdə qalıb suyun altında. Ucar rayonunun kanalizasiya sistemi bax, bugünkü gündə hələ bizim rayonumuzda, yəni başqa rayonlara baxmış, yağış elə çox yağmayıbdır. Başqa rayonlarda kimi yağsıydı, ümumiyyətlə rayon elə qalacaqdı suyun altında. Yəni bu fəlakətdir da bu, biabırçılıqdır. Baxın, indi çölə çıxanda küçəni çəkib göstərəcəm, küçə vəbşi bərbad vəziyyətdədir. Deməli, hal-hazırda Ucar rayonu Molla Pənah Vaqif küçəsindəyəm. Bax, gördüyünüz kimi bax, maşınlar hansı vəziyyətdə gedir. Baxın, bax, bərbad vəziyyət. Kanalizasiya baxın. Bax, kanalizasiya dolub daşıbdır. Evlər burada, demək olar ki, evlərin çoxsu qalıb suyun altında. İnsanlar evlərindən girib çıxa bilmirlər, işlərin dağıcan gedə bilmirlər. Baxın, bax, görün nə vəziyyətdədir. Bəli. Bu evlərin hamısına ciddi şəkildə ziyan dəyibdir. Baxın. Yağışdır da yağar. Allahın yağışıdır, yağdırır. Amma iş elə görülməlidir ki, sistem elə qurulmalıdır ki. Yəni, belə yüngül yağışda rayon qalıb suyun altında. Rayon qalıb suyun altında. Bir neçə il bundan öncə Ucarda kanalizasiya sistemini çəkirdilər. 20% rayonda iş görüldü.
pulları kim mənimsədi, nə elədi, nə tər iş gördüsə, bax bu da göz qabağındadır. Bax göz qabağında görün. Rayon nə vəziyyətdədir? Baxın. Bax suyun altındadır. Yolla kanalizasiya bilinmir. Bax bura kanalizasiyadır. Gördüyünüz kimi bərbad vəziyyətdədir. Baxın. Düzdür, yəni adəti üzrə qurumlar belə işlər görürlər. Yəni problemin həllinə ötürü işlər görməyə çalışırlar, amma yəni bu iş kökündən həll olmalıdır. Kanalizasiya sistemi bu vəziyyətdədirsə, elə burada hər gün yağış yağdı, bu vəziyyət yaranacaq. Bəli, baxın. Görün nə vəziyyətdədir. Vaqif hissəsi. Kanalizasiya baxın. Bura bizim məscid. Biz məscidin yanına kimi Vaqif hissəsi bu vəziyyətdədir.